Quran oxumaq, Quran özü necə bilirsiniz ki, yəni əzəmətli bir kitabdır. Yəni bu elə belə bir kitab deyil. Yəni bu Allah Subhanahu va Taala'nın kəlamıdır. Yəni Allah bunu deyibdir. Yəni Allahın sözləridir. Yəni elə belə kitab deyil sənin əlində. Yəni bu Allahın kəlamıdır. Kimə dedi bunları? Cəbrail əleyhissalama. Cəbrail əleyhissalam da vəhy vasitəsilə çatdırdı Muhammed sallallahu əleyhi və səlləmə. Və Allah Resulü sallallahu əleyhi və səlləm də ümmətinə. Ümumiyyətlə bizim əlimizdə olan kitablar, yəni onlar oxuduğumuz kəlamlar Allah Subhanahu va Taala'nın kəlamıdır. Və bunun artıq yəni elə böyük bir əzəmətli olmasında bir dənə Allahın kəlamı. Düzdürmü? Kimin hər bir şeyin sahibi olanın. Necə şeyx də deyir, qeyd edir, yəni bu söz bizim sözümüz yoxdur dində. Yəni biz də sələflərin sözlərini nəql edirik. Allah həmin şükürlər olsun sonsuz sayda. Yəni Allah Subhanahu va Taala yəni necə qeyd elədi, yəni bunu nə elədi? Dedi. Tam şəkildə öz kəlamı ilə. Kimə? Cəbrail əleyhissalama. Və o da Allahdan Muhammed sallallahu əleyhi və səlləmə çatdırdı. Vəhy vasitəsilə. Və Muhammed sallallahu əleyhi və səlləmin ümmətinə çatdırdı.